Ötən gün Gəncə şəhər prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər. Bu barədə Teleqrafa Elgün İbrahimovun dayısı Sadiq Zeynalov bildirib. Onun sözlərinə görə bugün Elgün İbrahimovun ailə üzvləri Gəncə şəhər prokurorluğuna çağırılıb. İzahatlarımız alındı. Bizə bir daha söz verdilər ki, hadisə tam bir şəkildə obyektiv aparılacaq. Hər bir ailə üzvümüzün izahatı alındı. Sadiq Zeynalov hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi xəbərlərdən də narahat olduqlarını ifadə edib. Xüsusilə Elgün İbrahimovun intihar etməsi xəbərlərinə münasibət bildirib. Rəsmi qurumlar belə bir açıqlama verməyib. Bacım oğlunun heç nədən şikayət olmayıb. Çox gözəl oxuyurdu və biz əmin idik ki, uşaq universitetə qəbul olacaq. Nəsə problemi olsa belə biz dayılarına, nənəsinə, ən önəmlisi hər kəsdən çox istədiyi anasına deyərdi. Çünki anası ilə həmişə fikirlərini bölüşüb. İndi rəsmi qurumların təsdiq etmədiyi xəbərləri utanmadan sosial şəbəkələrdə və müxtəlif media qurumlarında paylaşırlar. Xahiş edirəm, belə halların qarşısı alınsın. Hər kəs uydurma xəbər paylaşır. Elgün İbrahimov sonuncu dəfədə anası ilə danışıb, hazırlığa getdiyini bildirib. Məlumat üçün bildirək ki, Elgün İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. Xəstəxanaya çatdırılan 11-ci sinif şagirdi bir gün sonra xəstəxanada ölüb. Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanıb.